Aferin. Yəni 6-cı sinif səhifə 41 məsələ həllinə baxırıq. Bizə verilmişdi açıq bucaq uşaqlar, düzdür? Açıq bucağı A, S, B düz xətt üzrə bir dənə CD kəsəni çəkilmişdi. CD kəsəni ASB parçasını müəyyən hissələrə ayırıbdı. Ayırdığı hissələrin bir tərəfi, yəni bax bu kiçik tərəfinə biz iti bucaq deyirik. Bax bu böyük tərəfinə isə biz kör bucaq deyirik. Və sizə deyir ki, bu nisbət dərəcə ölçülərinin nisbəti 2/7 kimidir. Mən də baxıram ki, 2 iti bucağa təsadüf etdirəcək, çünki kiçik hissədir. Bura 2x yazıram. 7 isə böyük hissəyə təsadüf edəcək, yəni kör bucağa. Bura isə 7x yazacağam. Bilirsiniz ki, bunların ümumi dərəcə ölçüsü neçədir? 180 dərəcədə. Verilmiş hissələri toplayıram. 2x üstə gəl 7x bərabərdir. Ümumi dərəcə ölçü 180 dərəcəyə. 2x-dan 7x 9x bərabərdir 180 dərəcədə. X-imizi buradan tapdıq 20 dərəcə. Doğrudur. X-i tapmısınız. Gətirib indi yerinə qoyub bucaqların dərəcə ölçülərini tapmaq lazımdır. Bu hissəyə nə demişəm? İti bucaq. Bu hissəyə də kör bucaq. 2-ni vururam 20-yə, çünki x-i 20 tapmışam. Bura oldu 40 dərəcə. 7-ni vururam 20-yə, burada olacaq 140 dərəcə. Həqiqətən də 40 dərəcə iti bucağa təsadüf etdirir, 140 dərəcə isə kör bucağa təsadüf etdirir. Və bunların hər ikisinin cəmi bizə açıq bucağın dərəcə ölçüsü 180 dərəcəni vermiş olur. Baxırıq indi 7-ci misalın həllinə. Misalda deyilir ki, beton qarışığı 2 hissə sement, 3 hissə qum, 4 hissə çınqıldan hazırlanır və bunları biz nisbət şəklində yazmalıyıq. Baxın, 2 hissəsi sement, 3 hissəsi qum, 4 hissəsi isə çınqıldan hazırlanır və bizə 2 dənə şərt verib. A şərtində deyir ki, 27 ton beton qarışığı hazırlamaq üçün neçə sement, qum və çınqıllın hər birində nə qədər götürmək lazımdır. Uşaqlar, yenə verilmiş, buna 27 ton yazırıq da, bizə lazım olan ton budur. Yenə verilmiş hissələrin yanına dəyişən əlavə edib onları toplayıb, verilmiş tona, yəni miqdara bərabər etmək lazımdır. 2x üstə gəl 3x üstə gəl 4x bərabərdir 27-yə. 5, 9x bərabərdir 27-yə. X də bərabərdir 3-ə. Düzdür? Bu nədir? Sement. Düzdür? Biz 2x-a sement demişik. Bax, bu sementdir. Sementdən görək nə qədər lazımdır bizə? 2 vur 3 bərabərdir 6 torba deyək də. 6 torba sement lazım imiş. Üçüncü nə idi? Qum idi. Qum, gəlin görək neçə torba qum lazımdır. Quma da 3x demişdim. X-i tapmışam 2. 3 vur 3 bərabərdir 9 torba. 9 torba da qum lazımdır. Dördüncü hissə isə çınqıldır. Çınqıldan nə qədər lazımdır? Gəlin baxaq. Çınqıla 4x demişik. X-i tapmışıq 3. 4-ü vururam 3-ə. 12 torbada çınqıl lazımdır ki, 27 ton beton qarışığı hazırlamaq olsun. Aydındır? Keçək B-yə. İndi isə B variantına baxırıq. Bax, sizə deyir ki, 4 ton sementdən neçə ton beton qarışığı hazırlanar? Nə qədər beton sement var orada? 6 ton. Düzdür? Ümumi sement 6 tondur, düzdürmü? Bəs burada biz 4 ton sementi tapmaq üçün nə qədər beton qarışığı hazırlanar deyir. Bayaq da bizə ümumi nə qədər beton qarışığı demişdi? 27 ton, düzdür? 6 tonun 27-yə olan nisbəti bərabər olacaq. Yəni, sementin ümumi miqdara, ümumi beton qarışığına olan nisbəti bərabər olacaq. Nəyə? İndi bizə nə deyir? 4 ton sementdən, düzdür? Nə qədər beton qarışığı hazırlanar? 4 ton sementdən nə qədər beton qarışığı hazırlanır, biz onu tapacağıq. Təzən deyirəm. Bizə məlum olanlar hansılardır? 6 ton sementin olduğu, düzdür? Bir də məlum olan nə var? 27 ton beton qarışığının olduğu məlumdur, düzdür? Keçirəm məhsul hissəyə. Deyir ki, bəs tamam, 6 tonda 27 ton beton qarışığı hazırlayırsansa, bəs 4 ton sementdən nə qədər beton qarışığı hazırlamaq olar? Aydındır? Bax, buradan biz x-i tapacaq. Əslində, bundan sonraki tənasüb dərsimizdə versəydilər daha yaxşı olardı. Necə həll eləyəcək? İndi keçəcəm birazdan sizə. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olacaq. Qurursunuz. Kənarda dayananlar 6 və x-dir. Bunların hasili 6 vur x bərabərdir. Ortada dayananlar 27 və 4-dür. Bunların hasili 27, 4. 6x bərabər olacaq.
Deməli 7 dəfə 4 28, 8 yazırıq 2 yadda, 4 dəfə 2 8, 108. X də bərabər olacaq 108-i bölürük 6-ya. Bir dəfə 48-də də 8, 18. İşte, tapdıq ki, X-imiz, yəni 4 ton sementdən 18 ton nə qədər beton qarışığı hazırlamaq olar. Aydın oldu? Yazın. Diqqətlə qulaq asırsınız. Bəli, məsələ 8. Deyir ki, Samir və bacısının yığdıqları göbələklərin sayı 3/4 nisbətindədir. Yəni, Samir olsun 3x, bacısı olsun 4x. Burada A və B şərtləri verilib uşaqlar. A şərtində deyir ki, Samir 12 göbələk yığdısa, Samirin yığdığı göbələkləri deyir 12 göbələk. B şərtində deyir ki, cəmi 42 göbələk yığmışdılarsa. Gəlin biz B şərtindən başlayaq, A şərtindən doğru gedək. Niyə? Çünki baxaq görək hərəsi bu 3x-dırsa nə qədər yığıbdı? Bu da 4x-dırsa nə qədər yığıbdı? Yəni Samirin aydındır da 12 yığıbdı, düzdür? Yəni bunu tapmaq üçün siz bacısını da tapmalısınız. Gəlin baxaq. Deyir ki, Samir 3x qədər göbələk yığıb, 3x üstəgəl, bacısı isə 4x qədər göbələk yığıb. Bunlar birlikdə göbələk yığdıqları üçün bunların yığdıqları göbələklərin cəmi deyir 42-dir. Düzdür? Gəlin görək hərəsi nə qədər göbələk yığıb ki? 42. 3x-dən 4x neçə edir? 7x. Düzdür? 7x 42-dirsə, x-imiz neçədir? 6. Düzdür? İndi 6-nı tapmışam. Gətirib yerinə qoyacam. 6, 3x-dan 3 vur 6-dan cavab 18, 4x-dan 4 vur 6-dan cavab olacaq 24. Həqiqətən də bacısı 24 dənə göbələk yığıbsa, qardaşı da 18 dənə göbələk yığıbsa, bunların cəmi 42 oldu mu? Oldu. Aydındır? Bunu yazın, keçək digərinə. Elə digərini də buradan yazacağam uşaqlar. A kimidir? Digərini də buradan yazacağam. Bəli, birinci B-ni yazdım, indi A-nı yazacağım. Bir dənə diqqətlə bura qulaq asın. Deyir ki, Samir 12 göbələk yığsaydı. Yəni biz birinci A'yı köçürək sonra B'yi. Birinci B-ni sonra A-nı. Deyir ki, Samir 12 göbələk yığsaydı, bacısı neçəsini yığardı? Ümumi nə qədər yığıblar? 42. Düzdür? Qardaşı 12 göbələk yığsa, bacısı neçəsini yığmış olacaq? Tunar. Ümumi 42 göbələkdir. Bəli. Qardaşı Samir 12 dənə yığıbsa, bacısı nə qədər yığmış olacaq? 30. Bəli, 30 dənə. Bu da A variantının həlli. Çox rahat, hə? Çox çətindir. Çox rahatdır. Oxuyuram şərtini, məsələ 9. Buğda və arpa zəmilərinin sahəsi 9-un 5-ə nisbətindədir. Buğdamız 9x-dir. Arpa 5x-dir. Deyir ki, buğda zəmininin sahəsi arpa zəmininin sahəsindən 27 hektar çoxdur. Diqqət etsəz, görərsiniz ki, buğda zəmininin sahəsi arpa zəmininin sahəsindən 27 hektar çoxdursa, həqiqətən də bu 9x-dir, bu da 5x-dir. Normal olaraq buradan da heç 20 hektar çox olduğuna görməsəydik, görərdik ki, bu 9x-dir, bu 5x-dirsə, arada bir 4x fərqimiz var, düzdür? Yəni buğda hektar sahəsi arpa sahəsindən daha çox hesab olunur. Aydındır burası. İndi uşaqlar, sahəsindən daha çoxdur deyirsə, biz hər zəminin sahəsi nə qədərini tapmaq üçün öyrəşmişik 9x-dən 5x-i toplayıb verilən rəqəmə bərabər etməyə. Burada isə biz aradakı fərqi 4x dedik, düzdür? Arada fərq var deyə biz artıq burada toplama əməlindən yox, çıxma əməlindən istifadə edib verilmiş rəqəmə bərabər eləyəcəyik. Çünki aradakı fərqi deyir sizə, diqqətli olursunuz. Aydındır? İndi 5x-dan 9x-dan 4x, 5x çıxanda 4x qalır, bərabərdir 20-yə. X də bərabərdir neçə? 5. Düzdür? İndi gəlin görək nə qədər buğda sahəsi var imiş. X-i tapmışam, 5 vururam, 45 hektar. 5-i vururam 5-ə, 25 hektar. 25 hektar arpa sahəsi imiş, 45 hektar buğda sahəsi imiş. Həqiqətən də isbat olundu ki, buğda sahəsi, yəni 45 hektar, arpa sahəsindən, yəni 25 hektardan 20 hektar çoxdur. Düzdür? 45-dən 25 çıxanda 20 qalmır. Aydındır? Biz də aradakı fərqi tapdıq burada.
Növbəti məsələdə, yəni 10-cu məsələdə bizə deyir ki, sinifdəki 28 şagird 3 qrupa bölünübdür. Şagirdlərin 7-də 3 hissəsi 1-ci qrupa düşübdür. Düzdür? Gəlin görək, 3 dənə qrupumuz var. Bu olsun 1-ci qrup, bu olsun 2-ci qrup, bu da olsun 3-cü qrup. Hər qrupda neçə şagird var, biz onu tapmalıyıq. Özü deyir ki, sinifdə ümumi 28 şagird var. 28 şagirdin 7-də 3 hissəsi bax bura düşübdür. 7-də 3 hissəsi. Gəlin görək ümumi sinifdəki şagirdin 7-də 3 hissəsi nə qədərdir? Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururam. Vuranda baxıram kəsrlərin vurulmasıdır. Məxrəcinə 1 atıram. Nə edirəm sonra? İxtisar aparıram. 28-i 7-yə böləndə 4 qalır. Burada da 1. 4 dəfə 3 neçə elədi? 12. Düzdür? Deməli, 1-ci qrupa neçə şagird düşübdür? 12. Dinləyirsən məni? Deməli, bax 1-ci qrupda 12 şagird var imiş. Biz indi 2-ci qrupdan 3-cü qrupu tapmalıyıq. Düzdür? Ümumi 28 nəfər şagirdin 12 dənəsi 1-ci qrupa düşübdür. Yerdə nə qədər şagird qalıbdır? 28-dən çıxıram 12-ni. Yerdə qaldı 16. Düzdür? İndi 16 dənə şagird baxaq görək neçəsi 2-ci qrupa düşür, neçəsi 3-cü qrupa düşür. Bunun üçün də şərtin davamını oxuyuram. Yəni 12 dənəsi bura düşübdür, aydındır. Yerdə qalan 16 şagirdi mən bölməliyəm bunlara. Gəlin davamını oxuyaq. Deyir ki, 2-ci və 3-cü qrupdakı şagirdlərin sayı 3/5 nisbətindədir. Yəni bura 3x-dir, bura 5x-dir. Düzdür? Yazıram. 3x üstə gəl 5x bərabərdir yerdə qalan şagirdlərin sayı 16-ya. 8x bərabərdir 16-ya. X də bərabərdir 2-yə. Düzdür? X-i tapdıq 2. Gəlin aparaq yerinə qoyaq görək 2-ci qrupda neçə şagird var imiş. 3 vur 2-dən 6 şagird. 5 vur 2-dən 10 şagird. 1-ci qrupda 12 şagird var imiş. Üstə gəl. 2-ci qrupda 6 şagird var imiş. Üstə gəl. 3-cü qrupda 10 şagird var imiş. 12-nin üstünə 6 gəlin. 18. 18-in üstünə 10 gəlin. 28. Həqiqətən də ümumi sinifdəki şagirdlərin sayı 28 idi. Düzdür? 28 tapdınız? Bəli. 1-ci qrupa 12 şagird düşdü. 2-ci qrupa 6 şagird. 3-cü qrupa isə 10 şagird düşmüş oldu. Aydındır? Əla. Yazın. Baxırıq 11-ci məsələyə. Bizə 3 bucaq verilmişdi uşaqlar. Belə bir 3 bucaqdır. Deyir ki, 3 bucağın tərəfləri 3, 4 və 5 nisbətindədir. Gəlin, bu ən böyük tərəfdir də. Buna 5x deyək. Buna deyək 4x. Aha, buna deyək 3x. Düzdür? Gəlin, buna 4x verək. Burada yazılmayıb ki, kitabda. Buna 3x verək. Xeyr. Deyir ki, 3 bucağın tərəfləri 3, 4 və 5 nisbətindədir. Böyük tərəf, yəni 5x, kiçik tərəfdən, yəni 3x-dan 4 sm uzundur. 5x-la 3x-in fərqi 4 sm-dir. Bu, bundan 4 sm böyükdür. Buradan x-i tapıram. 5x-dan 3x çıxanda 2x bərabərdir 4. X-imiz neçədir? 2. 2. X-i tapdıq 2, düzdür? Gətirək hamısını yerinə qoyaq. Böyük tərəfimiz olacaq 5 vur 2-dən 10 sm. Kiçik tərəfimiz olacaq 3 vur 2-dən 6 sm. Orta tərəfimiz də olacaq 4 vur 2-dən 8 sm. Bizdən nəyi soruşur? 3 bucağın perimetri. 3 bucağın perimetri düsturu? Hamısını toplamaq. Hamısını toplamaq. Bir tərəfi 10, digər tərəfi 6, digər tərəfi 8. Cavab 16, 24. Deməli, 3 bucağın perimetri 24 sm imiş. Aydındır? Keçək. Dinləyin. Deyir ki, anar lenti 2, 3 və 8 nisbətində 3 hissəyə bölübdür. Tutaq ki, bu bir lentdir. Lent bölünübdür. Bu tərəf 2 nisbətindədir, 2x nisbətində. Bu tərəf 3 nisbətindədir. Bu tərəfdə ən uzun nisbət 8x nisbətindədir. Deyir ki, kiçik hissənin uzunluğu 12 sm-dir. Deyir də kiçik hissə hansıdır? 2. 2x. Buranı deyir konkret 12 sm-dir. Onda x-i necə taparam? X-imiz neçədir onda? 2x-imiz 12-dirsə, x-imiz neçədir?
2x'imiz 12-dirsə x'imiz 2x-imiz 12-dir. X-imiz neçədir? 6. 6. Böldük də, bu vurmadı, böldük. X-i tapmısınız da 6, düzdür? Gətirin yerinə qoyun. 3 vur 6-dan bura olacaq 18 sm. 8 vur 6-dan burada olacaq 48 sm. Çox əlaqəsiz. Aydındır. Deməli, anarın ümumi lentinin uzunluğu nə qədər imiş? 12 sm. Üstə gəl 18 sm. Üstə gəl 48 sm. Bu deyəcək 78. 50, 60, 78 sm ümumi idi. Bəs biz bu xətti çəkərik. Bəli, çəkin. Aa, Aydın oldu. bəli. Bəs bayaq nəyə görə toplayıb 12-yə bərabərləşdirdiniz? Deyir axı sizə kiçik hissənin uzunluğu 12-dir. Axıra qədər oxumursunuz uşaqlar. Deyir ki, quşçuluq fermasında saxlanılan qaz və ördəklərin sayı 1-in 2-yə nisbətindədir. Qazlarımız 1x-dir. Ördəklər 2x-dir. Davam edirəm. Ördək və toyuqlarının say nisbəti isə 4/5 nisbətindədir. Ördək 4x-dir. Toyuqlar nisbəti neçədir? 5x-dir. Fermadakı qaz plus ördək plus toyuqların ümumi sayı 1320 dənədir. Düzdür? 1320 dənədirsə, deyir ki, fermada neçə qaz, neçə ördək, neçə toyuq saxlanılır. Uşaqlar, siz bunu yazmaq üçün, bax, burada 1-in 2-yə nisbətindədir, düzdür? Qazlar nə qədərdir? 1x. Ördəklər nə qədərdir? 2x. Buradakı ördəklərin sayısı 4x-dir, düzdür? 4x-i almaq üçün ördəklərin ümumi sayını burada nəyə vurmalıyam? 2-yə. Bunu 2-yə vurmuşamsa, bu nisbəti neçəyə vururam? Niyə? Çünki mütləq şəkildə birini nəyə vururamsa, digərini də ona vurmalıyam. Vururam 2-yə. Olacaq nisbətlər necə? 2x-in 4x-a nisbətində. Düzdür? Düzdür. Sizə nəyə soruşur? Qazlar. Qazlar neçədir? 2x. Üstə gəl. Ördəklər neçədir? 4x. 4x. Toyuqlar neçədir? 5x. 5x. Cəmi nə qədərdir? Cəmi nə qədərdir? 1320. Düzdür? Toplayırsınız. 4 ilə 2. 6. 6 ilə 5. 11x. 11x-imiz 1320-dirsə, x-i tapmaq üçün böləndə 13-ün içində 11 bir dəfə, 22-də də 2 dəfə, bir dənə də 0. 120. Aydındır? İndi isə gəlin, görək neçə qaz, neçə ördək, neçə toyuq var. Tapmısınız x-in qiymətini. Gətirin yerinə qoyun. Qazların yerinə qoyanda 2-ni vurursunuz 120-yə. İndiyəcək 240 dənə qaz. Düzdür? İndi sizə bir də lazımdır ördəklər. Ördəklər nə qədərdir? 4x-dir. Düzdür? 4-ü vururam. X-in qiyməti 120-dir. İndiyəcək 480 dənə ördək var imiş. İndi toyuqları tapmaq üçün toyuqlarımız 5x-dir. 5-i vururam. X-in qiymətini 120 tapmısınız. 120-yə. Bu da eləyəcək 0, 0, 1, 5, 6. 600 dənə də toyuq var imiş. Həqiqətən də qazlarımızın sayı 240. Üstə gəl. Ördəklərimizin sayı 480. Üstə gəl. Toyuqlarımızın sayı 600 dənə. Cəmi nə qədər heyvan var burada? 1320 dənə, daha doğrusu quş var. Aydındır? Başa düşdünüz? Toplayanda həqiqətən də 1320 eləyir. Всё. Götürək. Bəli. Deyir ki, kişmişin 1 kiloqramı 6 manatdır. Jasmin. 1 kiloqram kişmişimiz 6 manatdır. Davam edirəm. Ərik qurusunun isə 1 kiloqramı, ərik qurusu 1 kiloqramı 12 manatdır. Kişmiş və ərik qurusu 3/2 nisbətində satılır. Kişmişimiz neçə qram yazmışsınız ora? 6 manat. Yox, 12 manat. Neçə qram? 1 kiloqram kişmiş 6 manat. 1 kiloqram ərik qurusu 12 manat. Hə. 1 kiloqram ərik qurumuz isə 12 manatdır, düzdür? Deyir ki, kişmişimiz 3x, ərik qurumuz isə 2x nisbətində satılır. Düzdür? Qarışdırılır daha doğrusu, qarışdırılıbdır. Yəni gedirsiniz mağazaya 1 kiloqram çərəz alırsınız. Sizə 3x qədər
kişmiş qatıb verir. 2x qədər də əriç qurusu qatıb verir. Gəlin görək bu x-lar nədir? Yəni nə qədər, neçə qram kişmiş qatır, neçə qram əriç qurusu qatır? Gəlin onu tapaq. Bizə artıq konkret veribdi burada nə qədər manat olduğu. Düzdür? 3x budur, yəni kişmişdir. 2x-imiz isə əriç qurusudur. X-in qiymətini verib 6. 3-ü vurursunuz 6-ya, eləyəcək 18. Buna biz kişmiş deyəcəyik. Bu kişmişimizdir. 2x-imiz də əriç qurusu deyil. 2x-imizin qiymətini verib 12. 2-ni də vururam 12 eləyir 24. Bu da əriç qurusudur. Düzdür? İndi isə sizə deyir ki, bu qarışığın 1 kiloqramı neçə manatdır? Siz qarışığı tapmısınız ki, burada 18 qram kişmiş qatıbdır. 24 qram isə əriç qurusu qatıb. Düzdür? İndi sizə deyir ki, 1 kiloqramı neçə manatdır? Neçə manatını tapmaq üçün isə 3x-dir, bu da 2x-dir. Düzdür? 5x. Siz ümumi miqdar nə qədərdir? Ümumi miqdarınız? 42. Aha, 18 üstə gəl 24-dən olacaq 42. Yəni qarışım 42 qramdır, düzdür? Evet. Siz də 42-ni böləcəksiniz nəyə? 5-ə. 3x burdadır, 2x də burdadır. Çünki 3x burdan veribdi, 2x də burdan veribdi. 5-ə bölürəm eləyəcək 8 dəfə 5 40, 8 manat 40 qəpik. Deməli, qarışımın 1 kiloqramı 8 manat 40 qəpikdir. Aydın oldu? Evet. Gedə bilərsiniz. Tənasüb 5-ci günə qalıb.